Təbii, hər bir kəs düşündüyü qədər, idraki qədər Allah Teala və Təbarəkə pey aparır. Allah Teala'nı insan dərki ilə tanıya bilir. Bu gözlə heç zaman heç kəs Allahı görə bilməz. Gərək dərk eləyəsən. O cümlədən hər nə ki aləmi təbiətdə görürük, onun bir xaliqi, yaradanı, həyat verəni var ki, o həyat verən, yaradan itaətə, ibadətə layiqdir. Qur'an-ı Şərif neçə hissədən ibarət olduğu üçün bir hissəsi tarixlərdən bəhs eləyir. Odur ki, ədiblər deyiblər, ədib insanlar, əxlaq sahibləri deyiblər ki, hər bir xalq tarixin, keçmişin bilməsə, gələcəyin nizam, intizama sala bilməz. Ot kötüyünün üstündə bitər. Gərək biləsən kimsən, nəsisən, hansı millətdənsən, hansı dilə maliksən, sənin xalqıvın, soyvun, etiqadı nə olub, qəyyur olublar, qeyrətli olublar, imanda sabit qədəm olublar, gərək bunları sən öyrənəsən. O nöqteyi nəzərdən keçmişlər deyib ki, heç olmasa 7 babavun adın gərək biləsən. Ki, sən kimsən? Amma kitablarda var, əqaid kitablarında, qeyrilərində Peyğəmbərimiz Həzrəti Muhammed əleyhisselamın 14 babasının adın bilsin, imanın daha təkmil olmuş saylar. Muhammed İbni Abdullah, İbni Abdülmuttalib, İbni Abdülmenaf, İbni Qusey, İbni Kəb, İbni Ləv, bu cür 14 dənə babasını saymağa kitablarda bu verilib. Bir rivayətə görə 47-ci babası Həzrəti İsmail'dir. Bir rivayətə görə də 52-ci babası Həzrəti İbrahim əleyhisselamdır. Peyğəmbəri axirət zaman. Bilsin, izzəti olar, şərəfi olar. Bilməsin, tarixdən kəsrin var. Necə ki, məktəb oxuyan hər 3 ayda bir imtihan verir və bəzən narahat olur ki, mənim qiymətdə nəyim var? Kəsrim var, kəsrim. Bunları bilmək məsləhətdir. Qur'an bir cəmbəsi, hissəsi tarixdən bəhs edir. Bir hissəsi Qur'anın əqaiddir, qaydaların cəmidir. Əqaid. Bir hissəsi əvamirdir, əmrlərdir. Bir hissəsi nəvahidir, nəhiylərdir, qadağalardır. Bəzi məsələlər müstəhəbbatdır. Eynən əhkam-ı xəmsə ki, kitablarda veriblər, İslam 5 dənə məsələnin üstündə bərqərardır. Vacib, həram, ondan sonra müstəhəb, mübah, məkruh. Məkruh. Bu 5 dənə əhkamın üstündə bizim dinimiz bərqərardır. Bunları hökman gərək öyrəşəsiz. Hökman öyrəşəsiz. Məscidə daxil ol hansı addımınla, xarici ol hansı addımınla, 3 oturuşun biri bardaşıdır, biri mərdanıdır, biri diz üstə. Hansı bardaşıdır? Təlim verən bardaşı oturar. Təlim alan diz üstə oturar.
adi şəraitdə oturmaq mərdani oturmaqdır. Bir ayağın altında, bir ayağın da qarşında. Bu cür mərdani. Oturmaq deyilib, danışmaq deyilib, yemək deyilib, baxmaq deyilib, hərəkət etmək deyilib. Nə qalıb İslamda, dinimizdə ki, onu bizə Peyğəmbərimiz 23 ilin 13 ili Məkkə, 10 ili neçə ayı Mədinənin payına düşür. Söz qalıb deməsin. Hər şey deyib. Hələ üstəgəl müharibələrlə, hələ üstəgəl çətinliklərlə bizim dadımız göyə çıxır, evimizdə çayımız qurtaranda, çörəyimiz qurtaranda, qəndimiz qurtaranda, filan şey yoxdur, filan şey yoxdur, filan şey yoxdur, bunlar heç sadalanır. Amma Peyğəmbərimizin qonağı gəldikdə bir neçə evdən 2 dənə xurma tapa bilmədi. 2 dənə xurma tapa bilmədi. Peyğəmbər əleyhissalam bir şəxsiyyətdir ki, kimə əmr etsəydi ki, get filan kəsdən, məsəl üçün bir ton algıyla, o deyə bilməzdi ki, misal üçün, mən Peyğəmbərə bunu qıymıram. Amma Peyğəmbərin şəninə bax, şərafətinə bax. Peyğəmbər bir dənə qonağına 2 dənə xurma tapa bilmədi bir neçə evdən. Və yaxud ki, bir yarım qarın insan doyar, bir qədər səfərinə, yoluna davam eləyər. Bəzi hallarda olurdu ki, heç o yeməyi də tapa bilmirdi. Peyğəmbərin xanımları vardı, bildiyiniz kimin. Bunu da eləyə bilmirdi. Eşidibsən ki, Peyğəmbər İslam qarnına daş bağlayıb. Niyə bağlayıb? Daş insanın üzvü deyil ki, kökələndə piylənsin, arıqlayanda üzülsün. Daş dərinin üstündədir. Niyə bağlayıb? Nauzubillah, nauzubillah, nauzubillah. İraq Allah eləməsin, xərcə verilmiş ki, gələcək zamanda sizlə daş bağlayın. Xeyr. 3 gün Peyğəmbər çox zaman ac qalıb. Mədə yığılmaq üçün uşağın altından daş bağlayıb. Kim eləyir bugün bunu? Nə olur olsun oğurluq, doğurluq sənin gələk axşam süfrən bərbəzəkli olsun. Eşidibsən ki, Müaviyyət ibn Əbu Süfyan bir nəfər şəxs üçün bal yollamışdı, qızı da bir barmaq oradan yemişdi. Gəldi sahibxana, dedilər ona ki, bəs Müaviyyə tərəfdən bizə bal gəlib. Dedi, məbada, əl aparmışsınız ona? Dedi, qız ki, bəli, bir barmaq oradan yemişəm. Dedi, vay. Dedi, ay ata, niyə vay dedin? Baldi, yilməgi mühəllildi, həlaldi. Dedi, yo, Müaviyyə onu yollayıb ki, Əlinin şiələri onu yesin, Əlinin məhəbbəti onun qəlbindən çıxsın. Biz deyərik də, bu cür o özü ölsün hələ. Qız əlin apardı boğazına, özünü qusturdu, onu qustu. Dedi, onu yuxusunda da görməz. Ki, mən onun balını yiyəm, ağamın məhəbbəti çıxsın məndən. Bəzən insanı yeməklə alladırlar. Bəzən insanı deməklə alladırlar. Bəzən insanı müxtəlif vədlərlə alladırlar. Xülasə şeytanın işi və bir də şeyatinlərin, şeytan qıyıqladığı insanların, qıyıqlamaq bilərsiniz, bəzən cin tutanlar deyirlər ki, cini qıyıqladıq, həmzadı qıyıqladıq, mən görməmişəm. Amma belə bir xəlqin içində söz var. Şeytan da bəzən insanları qıyıqlayır, sonra elə hara istəyir, dartır dalaycan. O kəlləri görmüsünüz, kəl yetişdirirlər ha. Onların burnunda bir nazik yer var, onu dərhal deşirlər, ora bir şey salırlar halqa. O heyvanın o yekəlikdə, o nəhəngin canı elə oradadır. Hərəkət eləyən kimin, sərkəşlik eləyən kimin, onun qabağına kim dayanır? Traktor itələyir. Dartan kimin o heyvanın nazik yeri olduğu için sakitləşir. Şeytan da qəşəng bilir ki, kimin bığını nə cür yağlamaq lazımdır. Çox qəşəng bilir məlum. Çalış ki, bığı onun əlinə verməyəsə. Salavat zikirlə. Çün bilir ki, ətralan dükkanı əttar axtarır. Şeytan qəşəng bilir ki, kimi hansı yolla aldatmaq mümkündür. İnnehu, həqiqətən o, ləkum sizin üçün əduvvun mubin, böyük düşməndir.
Şeytanın sənin üçün böyük düşmən olmağı Peyğəmbər demir, Allah deyir. Allah deyir ki, o sənin böyük düşmənindir. Gərək yaxov verməyəsən o məlunlərlə. Odur ki, əzizlər, söz məcradan çıxsa da çalışarıq ki, ipin ucunu tutub həman sözə tarixə qeydək. Quran tarixdən ibarətdir. Gərək tarixi biləsən. Heç olmasa öz tarixi bilginə. Özünə aid olan tərəfi bilginə. Bu mərzilər ki, bugün Allah lənət eləsin şuraya, şura hökumətinə. Şura hökuməti gələndən sonra 18-də insanların bağın, bağatın, işin, gücün, müəssəsin, evin, eşigin aldılar. Hamısını elədilər qalxoz. Sonra da bəzi insanları öldürdülər, onların sülaləsini yolladılar Qazaxıstana. Bilirsən, nə qədər Çimkətdə o yanda bu yanda Azərbaycanlı var, hamısı alim sülaləsi, Seyyid sülaləsi, müqəddəslərin sülalələri. Onlar hamısı Məkkədə bizə rast gəliblər. Soruşmuşuq, hardan biz Qazaxıstanın filan məntəqəsindən, Özbəkistanın filan məntəqəsindən. Əzizlər, o məntəqə necə məntəqədir? Deyir ki, o zaman bizim keçmişlərimizi sürgün eləyiblər ora. Biri deyir, Axunddi babam, biri deyir, mən nə bileyim, Seyyid olmuşum, biri deyir, ocağımız vardı. Hamının malın, mülkün alıb, onları hamısını sürgün eləyiblər. Sən də, ilah, burada olmaz inşallah onların sülaləsindən. Sən də sevinə-sevinə nə yapdım, nə yoğurdum, hazırca kökə tapdım. Qusturacaq səni bu kökə. Heç zəhmət çəkməyəsən bu kökəni, ağa filan kəsin evidir, mülkidir, malıdır, elədilər kamaxoz, verdilər ixtiyarın sənə, bəli, yaşa, kefi çək, hər nə cür istəyirsən. Sən şəriəti bilməsən, anlamazsan ki, orada qusul batildir, namaz da batildir. Əkdiyin övlad da səhər tüpürəcəksən saqqalıva. Ne üçün? Haram yerdə onu əkmirsən. Xeyr ola, haram yerdə ziraətin məhsulu sənə həlal mühəllil olur. O alimlərin ki, onların mülklərin dorq eləyirdilər, qoyurdular bu qalxoz bazarında, 1000 manatlıq şeyi əliyirdilər 100 manata, imanlı insanlar gedib oradan alırdılar, qeydib bu bursu tərəfdən aparıb verirdilər, hardan ki, qarət olub ora. İmanlılar pulundan keçirdi, bunu eləyirdilər. İmansızlar da deyir ki, əcəbdir, əcəbdir. Sən həramın nə olduğuna sən əhəmiyyət verməsən, güdənci olacaq, aləmi qarışdırdın bir-birinə. Çıxacaq gələcək nəsillərdə. Bir də görəcəksən ki, Civan kimi pıtladı və yaxud ki, ondan da bətər. Heç olmasa Civan pırtlayandan sonra lüklükü dayanır. Bunun heç lüklükü də dayanmayacaq. Ne üçün? Bu xəta sənin xətandır. Bəs bu Quran əmrləri deyir, nəhiyləri deyir, tarixi deyir, qaydaları deyir. Müəllifi kimdir? Allah. Müdərrisi kimdir? Muhammed el-Mustafa. Bu əziz Peyğəmbər aləmlərin şərəfi. Bir zamanda, bir məkanda dünyaya göz açıb ki, hamısı zindiq, hamısı dinsiz. O Kəbəyi ki, Həzrəti İbrahim onu Allah əmri ilə, Cəbrail göstərişi ilə 2 dənə Peyğəmbər, biri bənna, biri fəhlə, orada gəlsin, inşa olunsun, həman Kəbənin içi bütünən dolu idi. Bütünən dolu idi həman Kəbənin içi. Və insanlar oranı tavaf eləyirdilər. Amma qazanan hamısı müşriklərdir. İşə bax ki, Allah'tan bir kəlmə orada iddia olunmurdu. Salavat hədiyələm. Bir zaman Həzrəti İbrahim Nəmrudun inşa etdiyi bütxanədə bütün bütləri sındırıb baltanı qoydu böyük bütün çiyninə. Təzim olundu, üzr istəyirəm, təlim olundu ona. Vaxtı ki, sənin bu işi görəcəyi ifşa edəcəklər. Onda deyərsən ki, bəli, böyük büt qəzəblənib,
Nauzubillah. Böyük Allah qəzəblənib, xırda Allahları qırıb dağıdır. Buradan hökman sual meydana gələcək. Deyərsən ki, İbrahim Peyğəmbər yalan danışıb da, yalan danışmaq olar. Xeyr, İbrahim Peyğəmbərə nə göstəriş verilib, əgər o cür deməsəydi, bu cür sual yaranmazdı. Cəmaət qoymuşdu xorəcin filanın, getmişdilər çölə. Qayıtdılar, gəldilər, gördülər, məbəd pis vəziyyətdədir. Hamı başı loli Nəmruda müraciət elədilər və Nəmrud da dedi ki, kim olar? Dedilər, bir dənə bizim ziddimizə İbrahimdir. Tarix oğlu məsələ. Çəkdilər Həzrəti ortaya. Dedi, mən eləməmişəm. Və kim eləyib? Sən bunun əleyhinə. Bu düşkən ki, deyirlər, bütüsündüran Həzrəti İbrahimdir. Dedi ki, balta kimin çiynindədir? Dedilər, böyük bütün. Dedi, yağın qəzəblənib, qırıb kiçik bütlər də. Bunların öz dilindən etiraf istəyir. Dedilər, axı, o nə zərər verər, nə mənfəət. O nə cür qəzəblənər, qırar kiçikləri. Dedi ki, bir şey ki, nə mənfəət verir, nə zərər, ondan Allah olar. Allah Taala'nın sifətlərindən bir murid sifəti var. Murid istədiyi şey iradə eləyir. Hər nə istəyir, onu iradə eləyir. Bu ki, siz buna itaət eləyirsiniz, taamlarınızı qoyursunuz bunun ayağının altına, təbərrük güya olur. Ki, nə zərər verir, nə mənfəət, bundan Allah olmaz ki. Orada bir qədər insan imana gəldi. Həzrəti İbrahimin bu nitqindən, bu fəlsəfi fikrindən, bu iddiasından, bu əşyai dəlilindən. Amma buna baxmayaraq Nəmrud elə zall oldu ki, zall oldu. Bəzi insanlar kimin? Qulağının dibinə icən qızarır. Bilir ki, sən düz deyirsən, bilir ki, batildir. Amma boynuna düşüb, istəmir qəbul eləsin. İstəmir qəbul eləsin. Belənçi bir diyar, onun o sağlığında olmuşdu. Kəbə gəldi, çıxdı müşriklərin dövrünə əlinə. Onlar da bundan tükan kimi istifadə elədilər. Müftə tükan kimi, müftə. İnsanların əqidəsindən istifadə elədilər. İnsanlar gəlsin, illik qazancını gətirsin, gəlsin, töksün. İndi Ali Səud kimin? Bunlar Ali Sufyandırlar. Əbu Sufyan cinsidir bunlar. Bəni Üməyyədlər bunlar. Ged apar pulu tökünən Kəbiyə. Bəli, bunlar bundan istifadə eləsin. Sən eybi yoxdur, bunu elə. Madami ki, Əmir əl-Möminin ağa buyurur. Madami ki, Kəbə var, İslam da var. Hasan eşi söz ki, Kəbə yoxdur, onda İslam'a xitamdır. Həccu, Peyğəmbər buyurub, həccu, həccə gedin. Və la yəmnəül Britaniyə. Nə qədər ki, sizə Britaniya onu qadağa qoymayıb. Britaniya. Deyərsən, Peyğəmbər dövründə Britaniya vardı, bəli, Biricaniya idi adı. Adı Biricaniya idi. Sonradan kəsir istemaldan olub Britaniya. Bəs əzizlər, sənə Allahın beytində ixlas, zəki olmaq lazımdır, paklıq lazımdır, onlara pul. İt aparan olsun, qoy aparsınlar. Amma sən paklılığı ələ gətir. Peyğəmbər bilirsən nə qədər hədis deyib həcc barəsində? Həzrət buyurub ki, bir insan həccə getsə 6 ay onun nuru qalar onun üzündə. Qalan 6 ay da özün çalış ki, o nur səndə olsun. Kəbənin haqqında, Səfanın haqqında, Mərvin haqqında, Ərəfatın haqqında, Minanın haqqında, Muzdəlifənin haqqında nələr kitablar dolusu yazılıb. Bir nəfər şəxs Məkkədən gəldi Mədinə-i Munəvvərəyə, İmam Sadiq əleyhissalamla görüşdü. Ağa buyurdu ki, hardan gəlirsən? Məkkədən. Filan əməl elədin, yox, filan əməl elədin, yox, filan. Bir neçə şey soruşdu. Yox. Bilirsiniz də, özə yurda 18 əməldir. 13'ü 1'di, qalanı 5'i 1. Ondan sonra bu adam peşiman imama buyurdu. Yebne Resulillah. Bizim için ne olar ki siz dediğiniz saydığınız əməllərin hiçbirine nail olmadık. Ne çok əməl var bu Məkkenin. Həzrət buyurdu ki bir şey ki Adəm babamızdan inşa olub bugüne. O zamandan bugüne kadar müdavimdir. Elə istəyirsən 3 tane 5 tane əməllə qutarsın. Bir şey ki Adəmdən başlayıb. İbtida özünün kim qoyub? Adəm əleyhissalam.
Niyə orada qoyub? Allah belə məsləhət görüb. Tən dünyanın mərkəzidir. İndi bu vacib əməldir. Sən bilirsən ki, Kəbənin həyətində namazın bütödür. Sən namazın büto olan yer ki, əmr-i ilahi orada bu cür əmr olub deyim, bu vacib işi qoyasan yarımçıq, gələsən səfərdə ki, orada ki, sən kəsr namaz qılacaqsan, 2 rəkət namaz qılacaqsan. O 4'ün olacaq 2. İmam Hüseyin ağa bu işi gördü. O vacibi tərk etdi, gəldi Kərbəlaya. Səncə İmam Hüseyin ağa bilmirdi? Bəs burada vacibdən vacib başqa bir işi vardı. O vacibdən vacib İslamdır, qalmışdı Ümeyyə nəslinin əlində müəlləq. Asılı Ali Ümeyyə xilafəti pas topu kimi bu ona atırdı, o bunu atırdı. Elə bir xələtdir. Xələt giyiblər əyinlərinə, xilafəti bu cür eləyirdilər, ötür eləyirdilər. Bir nəfər şəxs, nəuzubillah, İraq bizlərdən, möminlərdən İraq. Bunun üstü bağlı deyirəm ki, mənim də biraz istəyirəm üzümdə aburhaya qalsın. Bir nəfər şəxs anasına xiyanət eləmişdi. Hökmən bunların məcəlləsi ilə edam olunmalıydı. Dedilər ki, bəli, birinci şəxs sultan gərək buna fətva versin, fərman versin ki, bəli, anasına xiyanət eləyəni edam edirlər. Sultana müraciət olundu namə ilə və ya qasidlə, sultan dedi, hara öldürürsünüz? Mən bunun üçün gəzirəm. Mən beləsi üçün gəzirəm. Anasına ehtiram eləməyən, anasına xiyanət eləyənim, mən gəzirəm ki, mən ona hər iş gördürüm. Yezid bu idi. Muaviyyə bu idi. Übeydullah ibn Ziyad bu idi, Ömer ibn Səd bu idi, Şimr ibn Zilcoşən bu idi, bu adamlardı. Və bunların başında duran o adamlardı ki, bu mərhələnin hamısını keçmişdilər. Onlar üçün nə ana, nə bacı, nə həram, nə helal, heç bir şey yoxdur. Birinin qarnını yırtmışdılar, bu yandan məviz içirdi. Xurma arağı içirdi. Tökürdülər buradan ağzına, o yandan bağırsağından axıb gedirdi. İslam adı ilə etdi müsəlmanı bütpərəst. Şeytan biri ilə həmdəm ola örgədər gedər. Bu da öydülər bunlar. Bunlar bu idilər. Gör, kimə insanlar getdilər, peyrəvi oldular. Bunlar o adamlardı ki, sevinirdilər İmam Hüseyni öldürməyə. İmam Hüseyin ağa xutbə oxuyur. Hərdən mən görürsünüz ki, əsəbi oluram, danışıram məclislərdə bir para sözlər. Və bugün də burada məclisdə oldu yerə belə şeylər. O ki deyirsiniz, Allahın lənəti olsun müvəkkilanı Abi Fəratəm, Allah lənət eləsin Fəratın suyunun qabağını alan Peyğəmbər ailəsinə verməyənlərə, başqası da var. Allah lənət eləsin qılıncla qalxan çalanlara. Qılıncla qalxan çalmaq eşidibsən, eşitməyibsən. Qılıncı vururlar qalxanlara ki, İmam Hüseyin ağanın xütbəsini bu cəmaat eşitməsin. İndi sən də axund danışır, sən də durmuşsan ətrafındakini, sağın solundakini başlamısan, tutmuşsan söhbətə, danışırsan, ta bu bədbəxtin qulağına bir kəlmə oradan söz çatmasın. Sənin ilə qalxan çalanın nə fərqi var? Var fərqi. Onlar o zaman da bu işi görməsəydi, bu qurumsaqlar, sən qurumsaqda bu işi görməzdin. Sadəcə zamanın fərqlidir. Yaxud ki, hər zamanda barmaqla fit çalmaq olub, İmam Hüseyin əleyhisselamın gələrdi şəhidlərin üstünə həzrət, hər hansı bir şəhid Həbibdir, yaxud Züheyrdir, yaxud başqasıdır, həzrət gələrdi onun başının üstünə ki, son nəfəsdə o çağıranda fit deyərdilər, fit çalardılar. Fit çalardılar, sevinərdilər, həzrəti təməssül eləyərlər, ələ salardılar. Lənət deyəndə bu qalxan çalanları da çalıram. Lənət deyəndə müvəkkili Abi Fəratı çalıram. Lənət deyəndə at cənazələrdə çapanları salyıram. Lənət deyəndə qarət eləyənləri salyıram. Xeymələri yandıranları salyıram. Əhl-i beytə taziyanə vuranları salyıram. Elə bu deyil ki, bir dənə şimrə lənət deyəsən. Şimirdən başqa o qədər şimirlər olub oradakı.
Sən ki bunları söyürsən, Allah rəhmət eləsin o Nöşün ağıya. Təbrizdə bir məştəqalı olub, Nöşün ağa deyiblər buna. Məscidi də var orada. Ne için bu ağanın adı olub, misal acı olub, Ayətullah olub, müştehid olub, Nöşün ağa deyiblər buna, Nöşün ağa. Nöşün bizim çılxı türkümüzdədir də. Dibədə, sən söyülməliləri söyürsən, ha? Özün elə olsan da Nöşün söyürsən. O adamları ki sən söyürsən, hələ özün olsan da Nöşün söyürsən. Əvvəl özünü çıxartı ilə bu mələkədən pak elə, sonra söydüyün yesin ona çatsın. Axı mən düzəlmirəm. Başlamışam cəmaatın gözündə müəyyən şeyi axtarmağa. Əvvəl mən gərək özüm düzələm adam olam, ondan sonra cəmaata söz təsir eləsin də. Həzrət-i Rüqəyyə 3 yaşında uşaqdır. 3 yaşında. 3 yaşında uşaq, bilirsiniz də qız uşağı həmişə əzizlənər. Qız uşağının kölünü biri qırsa, axşam gözləyər ki, atam gəlsin, dərdim ona deyəcəyim. Ya bacımdan şikayət edəcəyim, ya qardaşımdan şikayət edəcəyim. Körpənin xasiyyətidir. Özü də qız uşağı fərqli olar, oğlan uşağından şirindil olar. Və 7 il oğlandan tez, erkən bara gələr. 9 yaşında qız uşağı bara gələr, 16 yaşında oğlan uşağı. Bu cürdür. Belə bir körpə kimin tərbiyəsindədir? Bəzən olur ki, iddia eləmirəm, Allah riyakarlıqdan uzaq eləsin, bizi pak eləsin. Oturursan, çay içirsən, çölə yiyirsən, yaxud ki, elə belə nəvələrlə ətrafında soruşursan ki, bir də deyilən Allah, uşaq deyir ki, Allah, deyirsən Məhəmməd üçün mənim adım Məhəmməd deyir, baba. Deyirəm Məhəmməd. Deyir Məhəmməd, Əli, Həsən, Hüseyin, Fatiməm, bunları sən indi bu az yaşlıya örgətməsən, küçə bilirsən nə örgədəcək ona? Küçə ona başqa şey örgədəcək. İmam Sadıq Aleyhisselam buyurur ki, Badiru evladakum bil hadis. Balalarınıza bizim sözlərimizi örgədir. Nə qədər ki, küçə öz təsirinin altına salmayıb. Salmayacaqsan bu uşağı evə, çərçivəyə ki. Axır bu məktəbə gedəcək. 28, 30, 32, 26 uşaq bir sinifdə oturar. Qızlı oğlanlı 28 dənə xasiyyət var, 28 dənə ev xüsusiyyəti var bir sinifdə. Bir müəllim ya müəllimə nə eləsin bu uşaqlarla? Sən məcbursən bir 6 saatı, 5 saatı o evladın geçsin, təlim alsın. Sən əgər buradan yaxşı ona təlim verməsin, o gedəcək oradan öyrəşəcək. Tamam, pis xislətlərə nail olacaq. Xuda nəkərdə, o uşaqların içində bəzən olsun ki, zaten ailədən sayılmasın. Nə çox var ya yoxdur. Ailədən sayılmasın. Çox olub mənə müəyyən şeylər müraciət olunub da, indi ora işlədiyim yerəm. Baxmışam, görmüşəm ki, istəyənlər, iddia edənlər elə adamlardır ki, mənim dilimdən söz tuturlar. Demişəm, bilmirəm. Deyib, ay axun, bilirsən, deyirsən, bilmirəm, yalan danışırsan. Gələ doğrudan bilmirsən. İmam Əli Aleyhisselam Hristiyan rahibinə dedi ki, Həzrəti Musa'dan sonra dini Musa neçə yerə bölündü? O dedi, bilmirəm. Dedi, axı, sən müddəisən. Sən bilməlisən, axı. Necəyən, sən dinin başında oturansan, sən bilməlisən. Həzrət onu töhmətlədi. Dedi, 72 firqiyə bölündü. Bəli. İsəvidən soruşdu, o da bir yalan dedi. Dedi, o demə bilmirəm, canını qurtardı, sən ki, lab yalan danışdın ki. Yaxud ki, o 71 dedi, bu 72. İmam Əli buyurdu, Əsrar-ı Ali Muhammed kitabında Səlim ibn Qeyslə mükalimələr var. Orada deyir ki, bəli, Həzrəti Musa'dan sonra dini Musa 71 firqiyə bölündü. 70'i batil, biri haq. Həzrəti İsa'dan sonra Həzrəti İsa'nın dini gətirdiyi ayin və şəriət 72 firqiyə bölündü. 71'i batil, biri haq. Muhammed el-Mustafa'dan sonra din-i İslam-ı Əhmədi 73 firqiyə bölündü. 72'si batil, biri haq. Biri haq. İmamət məsələsi. İmam Əlidən soruşdular ki, ağa nə cür bizi
Daha çox marifləndir. İmam buyurdu ki, mənim şiəm 13 firəq olar, 13. 60-dan danışmadı heç. Mənim şiəm 13 firqə olar, 12-si cəhənnəm əhlidir. Biri haq. Bəli, Zeydi, Fətəhi, İsmaili, Fatimi. Nə qədərdir? Biri Cəfəridir də. Görürsən, ağa buyurur ki, 12-si cəhənnəm əhlidir. 4 imamlı var, 3 imamlı var, Ələvisi var, filanı var. Gid araşdır. Ged zəhmət çək, araşdır. Gecə gündüz oxuyub, tapacaq, gələcək sənin qarşı var. Bəs əzizlər, təmyiz nədir? Seçmək nədir? Nədən ibarətdir? Bir halətdə ki, sən gecə həddi təklif sənə kamilən təsir qoyub və özünü tanımırsan ki, bəli sən kişisən, bundan bu yana sən müsəlmansan və müsəlman kimin gecə sənə artıq bu gecədən oruc vacibdir, 15 gün keçib orucluqdan, sənə bu gündən vacibdir, səhərə oruç tutmalısan. Bilərəkdən tutmasan 2 ay 1 gün, nəyin var? Deyərsən ki, hələ misal üçün cavanəm, məstəm, hələ cavanam, keyfliyəm, pirəm, süstəm, qocalmışam, hələ yağım sözümə baxmır. Ay bərədər, kucaq xuda pərəstim və Allah pərəstlə vaxt olacaqsın. Sənin cavanlığın, bu da sənin qocalığın. Və Allah pərəstliğin nə vaxt olacaq? Salavat ediylə. Gələyün Əli Əkbər bacısının üstünə. 3 yaşında uşaq zaten bu elmə daradi ya sifaten buna nail olmuşdu imamın göstərişi ilə. İmam Cəfər Sadıq'a deyirlər ki, ağa, bizlər evlatlarımızı nə zamandan tərbiyəyə vadar eləyək, dedi 7 yaşından. Sonra Həzrət buyurdu ki, biz 5 yaşından başlarıq balalarımıza təlim etməyə. Əmma, o körpəni ki, gətirib verirlər Məhəmmədin, Həsənin, Əbdülhəsənin, ağanın, babanın, nənənin qucağına, ağbirçək analarımızın qucağına ki, ay ana, sən bu elin ağbirçəyisən, ya ay baba, sən bu elin, cəmaətin, ailənin, nəslin, ağsaqqalısan, bir dənə körpəyə ad qoy. Körpə hələ neçə günlükdür, həftəlikdir, 40 günlükdür. Sağ qulağına azan deyir, sol qulağına iqamə. İmamların adını deyir. İstəyirsən imtihan eləyəsən, yatmış uşağı o qədir mən ad qoyanda əşhədü ənnə əmirəl mü'mininə əliyyən vəliyyullah, uşağın gözləri gülür. Yatmış uşaq. Dəfələrlə bunu müşahidə eləmişəm. Əmirəl mü'mininə əliyyən vəliyyullah, həlalzadənin gözü gülür, dodağı gülür. Və bu yatmayıb, bu danışa bilmir, bu miçəyin qova bilmir. Bunun qudrəti yoxdur, bələnməsə bələnməz. Süd verilməsə ağzından ölər. Sən ki buna söz deyirsən, nətər olur, bu eşidir. Sən xamsan, hələ sən seyr-sülük eləməmsən, sən hardan bilirsən ki, bu eşitmir. Bax Rüqəyyəyə, 3 yaşında uşaq dəvədən yıxılanda, onun dalıcan 2 zalim gəlmişdi. Biri rəhmə gəlmişdi dalıcan ki, o yollanan onu vurub öldürəcək. Bəlkə bu ikincisi geçsin, onu vurmasın taziyanı ilə. Ne üçün sən yolda dəvədən düşmüsən, yağın yatıb düşmüsən və yaxud nə? O gedənlərdən biri dedi ki, gəlminginə mənim atımın tərginəm, yəhərdə mənlə aparım səni ki, tez çataq karvana. Dedi, mən Əli Əkbər bacısıyam, haram, kişəsin, yəhərinə minmərəm. Hər gün görürük də bunu. Taksız axaz eləyir, ay itin qızı. Taksız axaz eləmişsən, arxada da boşdur. Hökman gəlib qabaqda oturasan. Nədir? Azarlıdır, cani azarlıdır. Ne üçün? Bunun qulağına nə həmdi çatıb, nə surə çatıb bunun qulağına, nə bunun bələyini açıb bağlayanda la ilahə illallah deyiblər, nə buna misal süd verəndə Allahın adını çəkiblər. Mütəhhərin anasından soruşdular ki, bu mütəhhər nətər olub ki, mütəhhəri olub? Əlləmi mütəhhəri. Dedi, mən dəstəmazsız buna hamilə yaşamamışam, dəstəmazsız süd də verməmişəm. Arağa toslayan, Allahsız sözləri danışan hamilə ikən qut canavar doğmasa böyük işdir. Həzrəti Rüqayyə bir kəsdir ki,
O bəzən deyir zəbanı haldır. Bu zəbanı haldır. Yezid Məlun dedi ki, nə ağlamaqdır bu gəlir. Qulağıma məni narahat eləyir. Mən rahat olmaq istəyirdi. O Tahir adında biri ona nəqil danışırdı. Ki, bəli bu məlun yatsın. Biri yelpincləyirdi bunu. Xəbər apardılar, gətirdilər ki, bəli xərabədə Hüseynin bir qızı var. O qız çox ağlayır, atasını istəyir. O məlun dedi ki, uşaq nə bilir ki, ölü nədir, diri nədir. Qoyun qızıl teşdə başı aparın xərabiyə. Qoyun atanın başın balanın qabağına. Cəfaya bax. Rüqəyyə tanımırdı atasının başını. Olan işdir. Bu boyda yalan olar. Oradakı söz işlədiblər, zəbanı haldır, həqiqəti yoxdur. İmam-ı Zeynül Abidin əleyhissalam buyurdu, əmmə, qalxın ayağa, babam gəlir xərabiyə. Qalxın ayağa, babam gəlir xərabiyə. Kərbəlada ayrılanda Rüqəyyədən, dedi, qızım, bir vaxt gələrəm sənin görüşüvə. Bir vaxt gələrəm sənin görüşüvə. İmam üçün çiğni çıra yoxdur, əkşi. Ay mömin, ay əzadar, imam üçün mərzi yoxdur, imam üçün zaman əhəmiyyət daşımır, imam üçün məkan əhəmiyyət daşımır. Hətta İmam Hüseyin ağanın qanlı başını aparanda bunu hər il deyərəm, bu il də bura müncərr oldu deyəm, bir küləkli gündür, dəhşətli gündür, mümkün deyildi məşəllər yansınlar, zeytundan istifadə edirdilər, yandırırdılar o pitikləri, gedə bilmirdilər tufandan, göz gözü görmürdü və nəhayət qoydular başları sənduqlara, özləri ki, burada yataq qum fırtınasıdır. Elə fırtına bir gecəyə, səhərə yaxın dayandı, yenə istədilər başları vursunlar nizələrə, gəldilər, baxdılar, gördülər ki, Həzrət Hüseynin başı ki, o sənduqda idi, orada yoxdur. Başların oğlu gəldilər İmam-ı Səccadın hüzuruna. Niyə bə İmam-ı Səccadın üstünə gəlirsiniz? Əgər etiqadınız yoxdursa, niyə bunun üstünə gəlirsiniz? Siz onda bilirsiniz ki, kimi öldürmüşsünüz? Bilirsiniz. Dedilər ki, ey Əli, ey Hüseynin oğlu, atonun qanlı başı yoxdur. Yəqin onun dostları oğurlayıb. Həzrət birbaşan gəldi, Əli Əkbər ağanın başı olan sənduqun qabağına. Gəldi, dedi, açın bu sənduqu. Açdılar, gördülər Əli Əkbərin dodağı ilə Hüseynin dodağı bir-birinin üstündədir. Ata balanın ziyarətinə gəlib. Ay qafil, ay qafil, ay yuxulayım. Sən nə bilirsən İmam Hüseyin kimdir? Sən nə bilirsən ki, bu ərşə ucalan baş nə qüdrətə malikdir. İstəsəydi Kərbəlada bir dənə əhl-i beytin üstündən bir yer əsməzdi. İstəsəydi Fərati döndərərdi qodalı Xeymegah tərəfə. Bunu istəsəydi əliyərdə eləmədi. Onda sən qalardın, yaxın qalardı girdə. Sən bilməzdin ki, hansı işi görmüsən, Allah huzurunda nə iş görəsən. Bu İmam Hüseyin. Gətdilər, qoydular. İmam Hüseyin ağa xərabiyə gəldi. Əhl-i beyt durdular, hamısı salam verdilər. Həzrət-i Rüqəyyə də onların sırasındaydı. Qoydular o başı həman teşdinən xanımın qabağına. Zəbanı halda deyir ki, orada Cənab-ı Rüqəyyə buyurur ki, əmmə mən səndən yemək istəmirəm. Yəni Rüqəyyə bilmirdi. Bilmirdi ki, onun altında yemək döyür, atasının başıdır. Elə yavaş-yavaş dedi, qızım Rüqəyyə, çatdın muradıvam. Götürdü yavaş-yavaş o örtücü Həzrətin başından baxdı. Bu balaca əllərin başladı Həzrətin üzünə çəkməyə. Əyildi, istədi götürsün atanın başını, bassın bağrına. Düşün, çox yorğundu, çox narahatdı, gücü çatmadı. Əyildi, dodaqlarını qoydu Həzrət Hüseynin dodaqlarına. Dedi, baba, sən də yaralısan, mən də yaralıyam. Baba, sənə bir-iki dənə diləyim var. Qorxudan yata bilmirəm, hər zaman ki yatıram, yuxuda şimri görürəm, əlində taziyanə məni vurur. Dərdi dilin elədi, o qədər elədi ki, dodaq babanın qanlı dodağındaydı. O balaca əlləri Həzrətin
toza basmış üzünün tozun silə-siləm yavaş-yavaş gördülər, nitq kəsildi. Cenab-ı Zeynəb Ülya buyurdu ki, bəlkə balam yorğundur, yatır. Yaxınlaşanda gördü ki, Həzrəti Rüqəyyə şəhadət şərbətini içib. Həzrəti Rüqəyyə şəhadət şərbətini içdi. Yıxıldı. Yıxılandan sonra görəsən xərabədə nə qoğqa çıxdı? Hamısı xərabənin torpağını soğurdu başlarına. Hamısı ağladı. Məmurlar götürdülər İmam Hüseyin ağanın başına apardılar. Yezidə xəbər çatdı. Səhər tamam Dəməşqə yayıldı. Qəssalə yolladı Yezid. Qəssalə. İnsanların hamısı mariflənməmişdi ki. Qusül verən gəldi Cenab-ı Rüqəyyənin istədi ki, o köhnə dağılmış paltarın, tozlu paltarın bədənindən ayrı ona qusül vermək üçün hardan istədi o paltarı ailə baxdı, gördü ki, qanlı paltar yapışıbdı dəriyə. Ayırmaq mümkün deyil. Əgər ayırmaq istəsə dəri qopur. Cenab-ı Zeynəb Ülya buyurdu ki, imamın bala deyiliyək. Dedi ki, əmmə ya Zeynəb, libasın üstündən ona qüsül verin. Kəfən tapılmadı. Zeynəb başının örtüyünə bükdü bu balanı. İmam-ı Səccad istədi balaya namaz qılam və aparam Dəməşqin ətrafında olan qəbristana. Onda gördülər, cəmaət çıxdılar Həzrətin müqabililə. Dedilər, ey əsir, qoymarıq müsəlman olmayan şəxsin cənazəsi. Müsəlman qəbristanında dəfn olar. Ey ay dünya! İmam-ı Səccad ağa qeytərdi, gətirdi balanın cənazəsin. O balaca körpə bacısının cənazəsin qoydu xərabənin vəsətində. Külünk yox, bel yox, heç bir şərait yox qəbri qazmağa. Əlləri ilə xərabənin torpağını o yan bu yan elədilər. O körpə balanı qoydular qəbrə. Yaz saxladılar. O balanın bir dənə istəyi vardı, deyərdi, əmmə ya Zeynəb, Əkbərim, gəlin, ölsəm, dəfnimi yubandır əmmə. Əkbərim, gəlin, ölsəm, dəfnimi yubandır əmmə. Nəşimi alıb əli üstəm, başına dolandır əmmə. Belə qardaş yoluna göz tikən bacı, mənim nəşimi əl üstə al gilam, qardaşımın başına dolandır. Mənə tərəhhüm edib, əmmə ya Zeynəb, mənə tərəhhüm edib, qəbrimi yol üstə qazur, o qəbrimin daşına Əkbərin adını yazır. Vaveyla, vaveyla. Sümmessalatu vesselamu alel Hüseyin ve ala Ali ibn Hüseyin ve ala avladil Hüseyin ve ala ashabil Hüseyin ellezine bedelû muhecehum dûnel Hüseyin aleyhimusselam. Allahümme lenevvele zalimin zeleme hakke Muhammedin ve ali Muhammed ve ahire tabi'illahu ala zalik. Allahümme lenil isabetilleti cahedetil Hüseyin ve şayet ve bayet ve tabi'et ala qitli. Allahümme lenhum cemi'a. Perverdigara, Hazreti Zeynep el-Ülya'nın sinesinden dağı el-Yekber getmeyincən ayırma şimri cəhənnəmdə mari əqrəbdən. Allah Ali Bu Süfyanə lənət eləm, Ali Mərvanə lənət eləm, Ali Üməyyəyə lənət eləm. Allahlığın xatirinə
Peyğəmbərin özünün və pak paskizəm Əhl-i Beytinin zəvvari olmağı halımıza şamil eləm. Onların xatirinə bərəkət ver ömrümüzə. Onların xatirinə xəstələrimizə şifa ver. Onların xatirinə əsirlərimizi azad eləm. Onların xatirinə qəriblikdə olanlarımızı səlamət eləm. Əskər balalarımızı zalim gülləsindən, borc xəcalətində olanları borc xəcalətindən, müşkildə olanları müşkildən, hər tori ki insanı vadar eləyər sınmağa, məhrum olmağa Allah Əli və övladı Əlinin şiəsini sınmaqdan, məhrumiyyətdən Allah özün hifz eləginən. Ölkə bizim gəmimizdir. Azərbaycan ölkəmizdir, bayrağımız var, gəmimizdir. Allah heç zaman bizim bu gəmimizi dəryada qərq eləməginən. Bizi sındırma, bizi zalim əlində əsir eləməginən. Allah dünyada ikən imanda, ahirət yoluna gedəndə Allah günahsız bizim günahlarımızı bərtərəf elə. Bismillahirrahmanirrahim. Allahümme kun li veliyyekel Hüccet binil Hasan Salavatuke aleyhi ve ala abai fi hazihi sa'a ve fi kulli sa'a veliyen ve hafiza ve qaiden ve nasira ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين.